Hər kəsə salam. Bu gün hər il ənənəvi olaraq Kristal Hallda keçirilən UNEK-in məzuniyyət günü partisinə gedirəm. Keçən il UNEK tələbəsi kimi iştirak etdiyim bu tədbirdə bu səfər dostlarımın yanında olmaq üçün oradaydım. Elə keçən ilki kimi içəridə daha çox insan və möhtəşəm bir atmosfer var idi. Mən isə B11-də ən üst sıralarda oturmuşdum və o gözlənilən an gəldi, boss çıxış elədi. Çıxışdan bir qədər sonra papaq atma törəni oldu və nəhayət tələbələr izdirablı 4 gündən sağollaşdılar. Məzunların yaxınlarına zala düşməyə icazə veriləndən sonra əyni başımı düzəldib düşdüm aşağı. Hər nə qədər məzuniyyət günü olsa da zalda məzunlardan çox kapıllar var idi. Sevgililər çox olsa belə keçən ilki kimi evlənmə təklifi olmadı. Keçən ilki kimi olmayan bir digər şey isə konsert proqramı idi. Heç tanımadığım bir-iki sənətçi və 2010 Tarkan musiqiləri ilə davam elədilər. Səsküydən biraz başım ağrıdı, çıxdım dəniz kənarına. Bu aralar hamının video çəkdirdiyi bayraq meydanımız. Əsgər gedir deyə məzun olduğuna sevinən bir qanı qaradı. Düşünürəm ki, hər kəs mənimlə razılaşar. Möhtəşəm bir DJ çıxışı oldu. İstər 3D qrafikləri olsun, istərsə də alov şousu olsun, hər şey mükəmməl idi. Elə DJ çıxışı ilə də tədbir yekunlaşdı. Buradan bütün məzunları təbrik edib videomu bitirirəm. Sağ olun.